Doğru işarələri yazılı nitqin düzgün formalaşmasında mühüm rol oynayır. Yəni nitqi düzgün şəkildə başa düşməyə bizə kömək eləyir. İntonasiyadan asılı olaraq müxtəlif durğu işarələrindən istifadə olunur. Sual işarəsi adətən sual cümlələrinin sonunda qoyulur. Nöqtə nəqli cümlənin və əmr cümləsinin sonunda qoyulur. Nida cümləsinin sonunda qoyulur. Virgül sadallanan sözlərdən sonra qoyulur. Xitabdan sonra qoyulur və əsasən modal sözlərdən sonra bilirsiniz də uşaqlar. Modal sözlər özündən əvvəl və özündən sonra neyir? Virgül istəyir. Cümlənin əvvəlində gələrsə özündən sonra, cümlənin ortasına gələrsə hər iki tərəfindən, cümlənin sonuna gələrsə özündən əvvəl virgül qoyur. Bəs hansı modal sözlərdən deyirdik ki, sonra virgül qoyulmaz? Yadınızda da 3 dənə idi. Elə bil, güya, sanki. Mən bunları demişdim. Sonra davam eləyək. Xitablar da bilirsiniz, müraciət bildirən sözlərdir. Xitablar da modal sözlər kimi uşaqlar. Cümlənin əvvəlinə gələrsə özündən sonra, cümlənin ortasına gələrsə hər iki tərəfindən, cümlənin sonuna gələrsə neyir? Özündən əvvəl virgül qoyulur. Bir də unutmuruq ki, xitablardır, modal sözlər, xitablardır, köməkçi nitq hissələridir. Bunlar cümlə üzvü olmurlar. Yəni cümlədə nə mübtəda olmurlar, nə xəbər, təyin, tamamlıqdan olmurlar. Yəni sual da verib bunları hər hansı bir cümlə üzv eləməyə çalışmayın. Yaxşı? Sonra qoşan nöqtə yox. Qoşan nöqtə tire, bəli. Bir də 3 nöqtədə bitirmədiyini bildirir. Bəli, bir də biz defis və tire haqqında da öyrənmişik bu il. Deyirdik ki, defis və tire bir-birinə oxşur. Fərqləri bunlar ki, defis durğu işarəsi deyil. Defis tiredən qısadır. Defis harda işlənir? Mürəkkəb sözlər arasında. Mürəkkəb sözlərin arasında yaxın mənalı, əks mənalı. Bəli, mürəkkəb sözlər yaradan ərəb rəqəmləri ilə şəkilçi arasında. Bir də sözlər sətirdən sətrə keçirilərkən o qoyduğunuz xəttin adı nə olur? Defis. Tire demirsiniz. Dialoqlar. Bəli, bəli. Tiredən adətən dialoqlarda istifadə olunur. Məsələn, başla. Yerində işlənməyən duyğu işarələrinə xətt çəkin. Kənan qorxu içində anasının əlindən tutdu. Orada nida olacaq. Fərq yox, nida ehtiyac deyil. Belə də qoyulur. O küçə ilə düz getmək lazımdır. O küçə ilə düz getmək lazımdır. Sual verir. Sual da ola bilər, nəqli cümlə də ola bilər. Yəni nida burada düzgün işlənmir. Mən nəqli cümlə. Ay qızım, səni görüm xoşbəxt olasan. Burada qoşa nöqtə. Yox, ümumiyyətlə sual işarəsi qoyulmamalıdır. Yəni nöqtə də qoyula bilər. Nida da qoyula bilər, bir qədər az sual verirəm, xoşbəxt olasan. Deyir ki, xoşbəxt bəli, olasan. bəli. Leyladan sonra burada qoşa nöqtə olmalı deyildi. Sən də özün buraxacağam. Leyla, burada müraciət bildirən sözdür. Özündən sonra virgül qoyulmalıdır. Bəli, amma burada 2 nöqtə qoyublar. Bəli. Oxu Raziyə. Buraxılmış durğu işarələrini qoyun. Sərinlik dağ çiçəklərinin qoxusu obaya başqa bir gözəllik verirdi. Burada nöqtə qoyuruq. Bəli, nöqtə qoyulmalıdır, qoyulmuyor. O danışmaq ürəyini açmaq istəyirdi. Nöqtə qoyuruq. O danışmaq, yox, burada tire qoyulur, o danışmaq. Yəni ürəyini açmaq istəyirdi. Tiredən sonra. Sonuna nöqtə qoyuruq. Bəli, sonra nöqtə qoyuruq. Sən buraların havasını, suyunu necə olduğunu bilirsən, Necə? sual qoyuruq. Bəli, sual işarəsi. Azərbaycan əskərdə eşq olsun, nöqtə qoyuruq. Nida qoyuruq. Bəli. Oxu Nurla. Vermiş durğu işarələrinin uyğunca yerdə yazır. Ana heyecanla sözə başladı 2 nöqtə. Bəli. 2 nöqtə. Balam bura mənə yazığın gəlsin nöqtə. Bəli, amma balamı buraxdan əvvəl bir dənələr tire qoyulmalıdır. Artıq xeyli vaxt idi ki, atam dənizdə işləyirdi. 2-dən sonra virgül. İşləyirdən sonra nöqtə. Bəli, əzizim, buraları bax, boğçası geniş, meyvəli sağlam, dadlı və bol olur nöqtə. Bəli. Burada bəli uşaqlar təsdiqə datıdır. Əzizim. Əzizim isə burada xitabdır. Bəlidən sonra bir virgül, əzizimdən sonra bir virgül. Bir də axırda nöqtə. Meyvələrin dad. Yox, orada ehtiyac yox. Cəmilə, Nurlan axırıncısını oxu. Cəmilə, uşaqlara nəzarət et. Cəmilədən sonra virgül, sonda isə nöqtə qoyulacaq.
Oxu. Buraxılmış durğu işarələrini əlavə edin. Cümlədə hansı növdə olduğunu mötərizədə qeyd edin. Dostum, bəlkə məndən qorxursan? Sual. Qara hörümçək kolların arasında tor tutmuşdu. Nəqli. Tor qurmuşdu. Tor Nöqtə qoyub nəqli qurmuşdu. cümlədir. Bəli, vətən oğulları sizinlə fəxr edirəm Nida. Arif o Amma binadaydı. bunun əvvəlində bir işarə olmalı. Bəldən sonra. Bəldən sonra vergül qoyulacaq. Arif o binada yaşayırsan? Sual. Bəli, Arifdən sonra da vergül qoyulacaq. Çünki Arif nədir? Xitab. Oxu. 3 nöqtənin hansı məqsədlə işləndiyini taparaq uyğunlaşdırın. Sən bunları heç kəsə demə. 3 nöqtə mən, yəni bizim fikrimiz bitməyib. Yəni fikirlə davam edəcək də. A, B, C-yə uyğunlaşdır. Aşağıya. Hə. Deməli, sən bunları heç kəsə Demə. demə. Burada danışanın Fikrin həyəcanlı bitmədiyini göstərir. Xeyr, danışanın həyəcanlı olduğunu bildirir. İlham Əliyev demişdir. Biz gələcəyə baxmalıyıq. Müasir ölkəyə çevrilməliyik. Burada mənim fikrim bitmədiyini göstərir. Statın ixtisar edildiyini göstərir. Sən niyə? Filmin sonu kimi baxmadın. Baxdım, lakin nə? Fikrim bitmədi. Bəli, axırcı. Davam edək. Oxu, Nurla. Hə, köməkçilik hissəsinə əsasən vergül işarəsi qoyun. Anam bacımı çağırdı, lakin o, lakindən sonra əvvəl o eşitmədi. 2. Deyirsən siz bizim fikrimizi anlamadınız. Deyirsən. Deyirsən. Bəli, modal Sonra sözü vergül qoyulacaq. Bəli, sizlə çox vacib görüşməliyəm. Bəldən sonra vergül qoyulacaq. Təsdiq edətdir. Leyla, ay qızım, tez yanıma gəl. Leyla. Leyla, vergül, ay qızım, vergül, tez yanıma gəl. Tapdı bunlar, amma belə ki, sadalanma intonasiyası. Ona görə vergül qoyulacaq. Testlərə baxaq. Oxu. Hansı cümlədə durğu işarəsi səhv qoyulmuşdur? Nə üçün tökülür günahsız qanlar? Nə üçün sual qoymalıyıq? Bəli, qoyulmamalı. Axırda qoyulmalı sual işarəsi. Doğrudur. Oxu, Qaziyə. Nümunəyə uyğun gələn durğu işarələrinin ardıcılıqla verildiyi variant hansıdır? O həyəcanla dedi. 2 nöqtə. O'dan sonra da vergül. O, Bəli. həyəcanla dedi. Bəli, vergül. Sonra ay əziz müəllimimiz, sizə təşəkkürümü bildirirəm. Burada mənim ey əziz müəllimimizin qabağında eydən belə qabaqda Tre. T qoyacağıq. Sonra Ey əziz müəllimim, vergül. Vergül sonra nida qoyacağıq. Sizə təşəkkürümü bildirirəm. Bəli, B variantı. Oxu. Hansı cümlədə boşluqlara vergül işarəsi qoyulmalıdır? Deməli, mənə meydan oxuyursan deyirəm. Deməlidən sonra bəli, doğrudur. Oxu. Neçə nömrəli cümlənin sonunda sual işarəsi qoyulmalıdır? 1-dən 4-də. Necə gedəcəyini bilirsənmi? Sual 4-də bəs sən nədən qorxursan? Bəli, hər ikisi sual cümləsi. Oxu. Doğru uyğunluğu hansıdır? Mənim A variantıdır. Baladan sonra mənim vergül qoymaq, bizə qonaq gəl. Aha. 2 ilə C olmalı. O dünən gecə yola çıxıb, burada nöqtə qoyulmalıdır. Qoy həmişə sülh olsun, nida qoyulmalıdır. Doğrudur. A, C, B. A variantı. 6. Oxu. Hansı cümlədə səhv qoyulmuş durğu işarəsi var? A. Vaqif. Səni Xeyr, beşdən C. təbrik edirəm. Səndən sonra C. vergül. C variantıdır. Vaqifdən sonra vergül qoyulmalıdır. Səndən Səndən sonra sonra vergül vergül qoyulmalı qoyulmalıdır. Normal deyil. Bəli. Adəsi doğrudur. Tabii. Davam edək. Oxu. Verilmiş cümlədə neçə vergül buraxılmışdır? Deməli, çalışmaq, zəhmət çəkmək deməkdir. Lazımdır. Çəkmək lazımdır. Deməlidən sonra vergül qoyulacaq. Bir də çalışmaq, zəhmət çəkməkdən sonra. Bəli, çalışmaq, zəhmət çəkmək. Elə bir sadalanan sözlərdə bunlar ona görə. Lazımdırdan sonra nə qoyulmalıdır? Nöqtə. Lazımdır. Amma bizə deyir ki, vergül. Neçə İki vergül? dənə. 2 dənə. Cavab B variantı. Oxu. Hansı variantda durğu işarəsinin istifadə olunmamışdır? 1-1. Bəli. Bəli. Demişdik ki, defiz durğu işarəsi deyil. Buradakı işarə isə durğu Tirə işarəsi. edilən durğu işarəsi. Bəli, vergüldür, tiredir, nöqtədir, digərlərində var, hansı ki qeyd olunub.
Oxu. Cümlədə 3 nöqtə nəyi bildirir? Fikrin ixtisar edildiyi. Bəli, birdən Bəli, uzaqdan bəli, səs fikrim gəlir. bitmədi. C variantı. Oxuyaq. Hansı boşluğu həm vergülü, həm də vergülsüz təsvir etmək olar? Hamı o binanın qarşısında toplaşdı. Biri var, hamı o binanın qarşısında toplaşdı. Binanın qarşısında bir də var ki, şey kimi istifadə edildi. Şəxs kimi istifadə oluna bilər. Burada onu şəxs kimi düşünə bilərsən. Bax, yerinə insan adı qoyaq. Hamı o binanın işarə edirsən, qarşısına toplaşdı bu binanın, o binanın, hansı ki, hər hansısa bir binanın söhbət. Bir də var ki, hamı, nə bilim, ad deyə bilirsiniz. Bunda səma binanın qarşısına toplaşdı. O burada elə istifadə oluna bilmir axı. Amma bir də var, o dağların qoynunda dincəldi. O dağların işarə edirsən. Bir də var desən ki, o aydın dağların qoynunda dincəldi. Cavab C variantı olacaq. Bəli. Tamam. Cümlədə buraxılmış durğu şəraiti hansıdır? 3 vergül olmalıdır, 1 nöqtə olmalıdır. 3 dənə vergülü hara yazacaqsan? 2 vergül birində. 2 vergül birində olacaq. Bir Dostum, dostum, vergül, qardaş. qardaşım vergül. Xoş gəlmisən. Burada dostum, qardaşım, hər ikisi xitabdır və sadallanan sözlər olduğu üçün arasına vergül qoyulacaq. Qardaşım da xitab olduğu üçün özündən sonra bir də vergül qoyulacaq. Xoş gəlmisən də Nida. Nida nə qoyur ki, Nida nöqtə qoymalıdır. Onu yüksək əhval-ruhiyyə ilə deyirsən də. Onu bir qardaşını qarşılamaq intonasiyasını o əhval-ruhiyyəni ilə təsəvvürlə. Dostum, qardaşım, xoş gəlmisən. Sevinə-sevinə onu qarşılayır. Aha, davam edək. 12. Cümlədə şumakilik hissəsi vergül tələb edir. C yazmışam. Vergül gecikmişdim, amma məni içəri buraxdılar. Burada ammadan əvvəl nə qoyulacaq? Vergül, köməkçilik hissəsi amma. Ağacın tələbinə vergül qoyulacaq. Bəli.